Salam, bugün sizinlə kimyəvi tarazlıq bölməsindən ətraflı yazılı cavab tələb olunan tapşırıqlar işləyəcək. İlk sualda deyilir ki, reaksiya verilmişdir. Tarazlıq halında bütün maddələrin qatlığı eynidir. Tarazlıq sabiti 16-dır. D-nin tarazlıq qatlığını, B-nin başlanğıc qatlığını hesablayın. Əvvəlcə reaksiyanı yazaq. Başlanğıc, sərf, tarazlıq qatlığı kimi göstərək. Bizə deyir ki, yalnız bildiyimiz odur ki, tarazlıq halında bütün maddələrin qatlığı eynidir. Biz bilirik ki, əmsalları nəzərə alsaq, əgər nə qədər A sərf edirəmsə, ondan 2 dəfə çox B sərf etməliyəm və bunun müqabilində A qədər də elə D maddəsi alıram. Yəni D-nin tarazlıq qatlığını tapdım, X-dır və bizə deyir ki, hamısının tarazlıq qatlığı eynidir. Ona görə B-nin də A-nın da tarazlıq qatlığı elə X olur. Sərf olunan A-nınki X-dır, B-ninki 2X qədərdir. Yəni burada göstərmişik. Onda biz A ilə B-nin ilk qatlığını tapa bilərik. 2X və 3X kimi işarə olunur. Sonra deyir ki, tarazı sabiti 16-dır. K tarazlıq bərabər 16. Biz bilirik ki, K tarazlıq bərabərdir. D üstü 1, A üstü 1, B üstü 2. Və bu da bərabər 16-ya. 16 bərabərdir. X üstü 1, X üstü 1 və X üstü 2. Buradan hesablasaq, 16x kvadratı bərabərdir 1-ə və yaxud da bunu 4-ün kvadratı, x-in kvadratı, 1-in kvadratı kimi götürsək, sonra bütün kvadratlar getsə, buradan 4x bərabər 1-ə, x bərabər %25-ə, x-i tapdıq. Nə soruşur bizdən? D-nin tarazlıq qatlığını. D-nin tarazlıq qatlığı elə x qədərdir. Yəni D tarazlıq bərabərdir %25-ə. Birinci bunu soruşur. Birinci cavabımız %25. İkincidə B-nin başlanğıc qatlığı, yəni B-nin ilk qatlığı. B-nin ilk qatlığı 3x-dır. X-i də %25 olduğunu nəzərə alsaq, olacaq %75. İkinci cavabımız da 0,75. Bu bizim cavablarımız. İkinci suala baxırıq. Qrafikə əsasən reaksiyasının ammoniaka və hidrogenə görə sürətini tapın. Biz bilirik ki, bu reaksiyadan tapdığımız sürət elə ammoniaka görə sürət olacaq. Çünki sıfırdan başlayıb əmələ gələn maddəmiz ammoniakdır. Və ammoniaka görə sürət bərabərdir delta S bölü delta T düsturundan. 2/4-dən 1/6-nı çıxıb böləcəyik zamanlar fərqinə. Bu da eləyəcəkdir 0,8 bölü 40 %2. Əgər bu reaksiyanın ammoniaka görə sürəti %2-dirsə, onda azota görə sürəti olacaq %1, hidrogenə görə sürəti olacaq %3. Cavabımız ammoniakla demək, hidrogenə görə dediyinə görə %2 və %3 götürəcəyik. İndi üçüncü suala baxırıq. Üçüncü sualda nə deyir bizə? Üçüncü sualda deyir ki, X və Y hesablayın. X nədir bizdə? Tau 2'dir. Biz bilirik ki, demək düstur yazmalıyıq. Tau 1 bölü Tau 2. Gamma üstü T2 çıx T1 bölək 10. Tau 1 64'dür. Tau 2'ni X-lə işarə edib. Gamma 2 delta S bölü 10. Yəni 30 bölü 10 o da 3 edir. 64'ü X-a bölüb 8 tapırıqsa, onda X-in qiyməti elə 8'dir. Sonra Y nədir bizdə? Y VT1'dir. Biz bilirik ki, VT2 bölü VT1 bərabərdir. Yenə gamma üstü T2 çıx T1 bölü 10. VT2'mizi 1,6 verir. VT1 də Y verib. Yenə gamma 2'dir. 2 üstü 3, yəni 30 bölü 10. Buradan da hesablasaq Y eləyəcək 0,2. Demək, X-i də Y-i də tapdıq. X oldu 8, Y oldu 10/2. Keçirik 4-cü suala. 4-də nə deyir? Deyir, təzyiqi 2 dəfə artırsaq, reaksiyanın sürəti neçə dəfə artar? Biz bilirik ki, təzyiq A maddəsinə görə A üstü 1, B maddəsinə görə B üstü 3. İndi 2 dəfə deyirsə, 2 üstü 1 dəfə A-ya görə, 2 üstü 3 dəfə B-yə görə. Yəni 8 dəfə artdı. Birinci cavabımız 8 dəfə artır. İkincidə nə soruşur? İkincidə deyir ki, daha doğrusu 2 üstü 4 bu. 2 üstü 1, 2 üstü 2 üstü 4 idi, bu 16'dır. 16 dəfə artır. İkinciyə baxırıq.
Deyir, B maddəsinin qatlığını 2 dəfə azaldıb. Onda reaksiyanın sürəti 2 üstü 3 dəfə azalacaq. A-nın qatlığını 2 dəfə artırsaq, A-nın da əmsalı 1 olduğuna görə 2 üstü 1 dəfə artacaq. Yəni 8 dəfə artma var, 2 dəfə, daha doğrusu azalma var, 2 dəfə artma var. 8 dəfə azalma, 2 dəfə artma. Bölürük bir-birisinə, eləyir 4 dəfə. Azalma da çox olduğuna görə azalma oldu. İkinci cavabımız da 4 dəfə azalır. 5-ci suala baxırıq. 5-ci sualda biraz uyğunsuzluq var. Belə ki, cavab bunun verdiyi qrafiklə 32 alınır, amma cavabı 8 götürüblər. Əvvəlcə 32 alınan hala baxaq, yəni verilən kimi işləyək. Sonra nə cür olsaydı 8 alınır, ona baxacaq. Əvvəlcə biz burada reaksiyanın tənliyini yazmağa çalışaq. Biz bilirik ki, reaksiya girənlər azalan xəttindən verilənlərdir. Yəni A ilə B-dir. A plus B əmələ gələndə sıfırdan başlayandır, yəni D maddəsi alınır. Başlanğıc zərf tarazlıq kimi yazırıq. Başlanğıclar B-də 5-dir, A-da 3-dür. B-də 5, A-da 3. Əmələ gələn məhsul da tarazlıq 4-dür. Və əmsalları tapmağa çalışaq. Əmsallar da sərf olunana görə tapılır. B-nin tarazlıq qatlığı olur 2, 5-dən gəlib 2-yə. A-nınki isə 3-dən gəlib 1-ə, o da elə 2 olur. A-nın B-nin tarazlıq qatlığı demək 2 olur. Onda belə çıxır ki, sərf olunan A-dan 1-dir. Demək A 3-dən gəldi 1-ə. Tarazlıq 1-dir A-da. 3-dən 1-ə 2-dir. Sərf olunan B maddəsi 5-dən gəldi 2-yə. Bu da 3 moldur sərf olunan. Yəni B-nin başlanğıcı 3, daha doğrusu A-nın başlanğıcı 3, B-ninki 5-dir. Sərf olunan A-da 2, B-də 3-dür. Tarazlıq isə 1 və 2-dir. Və D-nin əmsalı onun tarazlıq qatlığıdır. A-nın B-nin əmsalı isə sərf olunanlardır. Əmsalları yazdıq. Bizdən nə soruşur? Tarazlıq sabitini hesablayın. Biz bilirik ki, K tarazlıq bərabərdir D üstü 4, A üstü 2, B üstü 3. O da bərabərdir. D-nin tarazlıq qatlığı 4-dür, yəni 4 üstü 4. A-nın tarazlıq qatlığı 1-dir, B-ninki 2-dir. 1-in kvadratı ilə 2-nin kubu. Bunu yazacağıq. Bunu hesablasaq bu eləyəcək 32. Amma cavabı 32 yox, 8 veriblər. İndi gəlin baxaq görək 8 necə ola bilər ki, 8 alınsın. Əgər bizdə qrafikdə A maddəsinin başlanğıcını 3 yox, 4 götürsə, demək yazırım. A plus B alınır D. Başlanğıc sərf tarazlıq. Demək, A-nın başlanğıcını dedik 4 götürsək və tarazlığı da 1 yox, yəni burada deyansa A maddəsi bu olmasa. Yəni A-nın tarazlığı da 2 olsa, sərf olunan da 2 olsa, B ilə işimiz yoxdur. B olduğu kimi başlanğıc 5-dir, sərf olunan 3-dür, tarazlıq 2-dir. D də həmçinin. Əmsallar bu şəkildə olsa, yəni bircə dənə dəyişiklik A-da etsək, qrafik yəni baxın bu şəkildə olsa, A-nın xətti, onda biz 8 taparıq. İndi ola bilər çap səhvi gedibdir. Gəlin hesablayaq görə tarazlıq qatlığını. Yenə K tarazlıq bərabərdir. D üstü 4, A üstü 2, B üstü 3. D-nin tarazlıq qatlığı 4-dür. 4 üstü 4 bölək. A-nın tarazlıq qatlığı 2-dir. 2 üstü 2. B-ninki də yenə o da 2-dir. 2 üstü 3. Bunu hesablasanız görərsiniz ki, burada cavab edir 8. Yəni qrafikdə bu cür dəyişiklik etsə, cavabı 8 taparıq. 2 dəfə 2, 4, 4 dəfə 8, 16, 16 da 2, 8 bəli. Burada bir dənə 2 qalır. 2 dəfə 2, 4, 4 dəfə 2, 8, 8, 16, 16, 2, 8. Cavabımız 8 edir. Bu şəkildə işləsək. İndi keçirik növbəti 6-cı suala. 6-da nə deyir?
Deyir ki, temperatur əmsalı 2 olan reaksiyasını 4 dəfə sürətləndirmək üçün temperaturu neçə dərəcə artırmalıyıq? Demək, nə etməliyik? Reaksiyanı 4 dəfə sürətləndirməliyik. Bu nə deməkdir? Biz bilirik ki, sürət dəyişməsi VT2 bölü VT1'dir. Bunu 4 dəfə artırmalıyıq. Yəni, VT2 bərabər olmalıdır 4 VT1'ə. Yəni, VT1 nə qədərdirsə, VT2 4 dəfə ondan çox olmalıdır. Onda biz həmin bu düsturda VT2'nin yerinə 4 dənə VT1 yazırıq. Bölək VT1 bərabər qammanı neçə verib bizə? Temperatur əmsalı 2 verib. 2 üstündə delta T böl 10. Demək, VT1'lər gedir. Bu da olur 20 dərəcə. Çünki 4'ü 2 üstü 2 kimi yazsaq, 2 üstü bu 20 olmalı ki, 20 böl 10, 2 üstü 2 eləsin. Demək, delta T'ni tapdıq 20 dərəcə. Birinci cavabımızı tapdıq. Sonra qabın həcmini neçə dəfə azaltmaq lazımdır? Biz bilirik ki, demək, qabın həcmi ilə reaksiya tərs asılıdır. Əgər biz surəti 4 dəfə artırmaq istəyiriksə, onda həcmi 4 dəfə azaltmalıyıq. Demək, cavabımız 20 dərəcə və 4 dəfə azaltmaq. İndi 7-ci suala baxırıq. 7'də nə deyir bizə? Deyir, qapalı qabda eyni mol miqdarda götürülmüş hidrogen oksigen arasında reaksiya baş verir. Hidrogen ilə oksigen arasındakı reaksiyanı yazırıq, əmsallaşdırırıq. Eyni molda reaksiya baş verib, amma hansı ədəddə bunu biz bilmirik. Sonra deyir ki, hidrogen 50% sərf olunub, onda biləcək ki, 50% artıq qalıb. Və deyir, 5 mol su alınmışdır. Aha, bu hər bir şeyi həll edir. 5 mol su alınıbsa, onda demək 5 mol hidrogen sərf olunubdur. 2,5 mol da oksigen sərf olunubdur. Demək, yazırıq ilk sərf tarazlıq. Hidrogenin ilki bilmirik, sərf olunanı 5'dir. Və sonra burada deyir ki, 50% sərf olunub. Onda 50% də artıq qalıb. Onda ilkini də tapa bilərik. İlki 10 olur. Oksigenin sərf olunanını bilirik ki, onda 5 və buradan da eyni mol dediyinə görə, demək, oksigenin də başlanğıcı elə 10 olubdur. Onda oksigenin artıq qalanın 7,5 olacaqdır və əmələ gəlib də 5 mol su. Reaksiya başlamamışdan əvvəl və başa çatandan sonra qabda olan ümumi molu tap. Başlamamışdan əvvəl, yəni hidrogen və oksigen var idi eyni molda. 10 mol hidrogenlə 10 mol oksigen var idi. Bu eləyir 20. Əvvəl 20. Başladıktan sonra hidrogenin yarısı, tarazı qatlığı demək istir də. Başladıktan sonra başlanğıcdan artıq qalan və əmələ gələn məhsul sayılır. 5 mol hidrogen artıq qaldı, 7,5 oksigen artıq qaldı və 5 mol da su əmələ gəldi. Bunu da hesablasaq, bu da 17,5 edir. Yəni 7-ci də ikinci cavabımız da 17,5'dir. İndi keçirik 8-ci suala. 8'də nə deyir bizə? Deyir ki, X, Y qazları arasında baş verən reaksiya zamanı X-in qatlığını 3 dəfə azaldanda, X-in qatlığını 3 dəfə azaldanda, Y-in qatlığını 3 dəfə artıranda reaksiya sürəti 3 dəfə artır. Ona biləcək ki, bunun biri kvadratikdir. Yəni, biri 3 üstü 1 dəfə, digəri 3 üstü 2 dəfə. İndi baxırıq, hansı çoxdur? Artma çoxdur. Deməli, artanın əmsalında 2 var. İndi artma çoxdursa Y-in qatlığını artırmışdır da, demək, Y-in əmsalı 2'dir. Onda reaksiyamız bizim çox güman ki, bu şəkildədir. X plus 2Y. Baxaq. X-in qatlığını 3 dəfə azaldanda, demək 3 dəfə azalma baş veribdir. Y-in 3 dəfə artıranda 3 üstü 2 dəfə artma olur axı. Və 3 dəfə artır. Bəli. 3 üstü 1 dəfə azalma, 3 üstü 2 dəfə artma elə, yəni 3 üstü 2'ni bölürəm 3 üstü 1'ə, elə eləyir neçə? 3 dəfə artma. İndi bizə nə soruşur? Kinetik tənliyi tərtib edin. Burada kinetik tənlik V bərabər K vuraq, X üstü 1, Y üstü 2. Bu şəkildə olacaq kinetik tənlik. Sonra nə soruşur? İndi deyir, bu birinci cavabımız. Kinetik tənlik bizim birinci cavabımızdır. İkincidə nə deyir? İkincidə deyir ki, X ilə Y qatılıqların 3 dəfə artması zamanı həm X-a görə, həm Y-ə görə 3 dəfə artma var. Yəni 3 üstü 1,
və 3/2 dəfə artma var. Bu deməkdir ki, 3/3 dəfə artma olub. 3/3 dəfə də 27 deməkdir. İkinci cavabımızda da 27 oldu. İndi keçirik 9-cu suala. 9-cu da yenə VT2 böl VT1, tau2 böl tau1 o düsturlarlandır. Baxaq 9-a. X-ı və temperatur əmsalını hesablayın. VT2 böl VT1 bərabərdir. Gamma üstü T2 minus T1 bölək 10. Tau1 nə verir burada? Tau1 böl tau2 bərabər gamma üstü T2 çıx T1 bölək 10. Deməli, birinci nə yazacağıq? 32 böl 8 bərabərdir gamma üstündə 50 çıx 30 böl 10. 4 bərabərdir gamma üstü 2-yə, gamma da bərabərdir 2-yə. Gammanı tapdıq. Demək, temperatur əmsalı birinci 2-ni tapdıq. Gamma oldu 2. X-i necə tapacağıq? Bəz yenə həminki qayda ilə tapacağıq. Bu zaman 8 böl X, yəni tau1 böl tau2 bərabərdir. Gammanı tapmışıq 2 üstü 1. Onda X da bərabər olur 4-ə. Yəni 60 çıx 50 10 edir. 10 böl 10 da 1 edir ona görə. Gamma 2 oldu. X da oldu 4. 10-cu suala baxırıq. 10-cuda nə deyir? Deyir ki, amonyakın katalitik oksidaşməsinə 20 saniyə vaxt sərf olunubdur. Oksigenə görə sürəti hesablayın. Bizə verib amonyakın molunu. Amonyakın oksidaşmə reaksiyasını yazırıq. Amonyak katalitik oksidləşəndə NO və su əmələ gətirir. Əmsallaşdırsaq belə bir tənlik alınır. Bizdə 136 qram amonyak var. 136 qram amonyak. Amonyakın biri demək 17 olduğuna görə 8 mol deməkdir. Biz tapacağıq amonyaka görə sürəti. Çünki amonyakın sərf olunan miqdarını bilirik. Demək ki, 8 bölək 20 saniyə ərzində həcmdə əgər verilmirsə 1 qəbul olunur. Bu deyilir 0,4. İndi burada amonyaka görə sürət 0,4-dür. Və NH3-ə görə sürət 0,4-dür. Yəni əmsalı 4-sə, ona görə sürət 10-da 4-dür. Onda oksigenə görə sürət 10-da 5 olacaq. NO-ya görə də 10-da 4, suya görə də yenə 10-da 6. Əmsallarla işləyirik yəni. Bizdən soruşur oksigenə və suya görə 10-da 5 ilə 10-da 6. Və oksigenə görə 10-da 5 və suya görə də 10-da 6. 11-ci suala baxırıq. 11-də nə deyir? Deyir ki, həcmi 2 litr olan qabda 5 saniyə ərzində saxaroza türk müddət hidrolizindən 90 qram glukoz alınmışdır. Biz bilirik ki, saxarozla hidrolizindən alfa glukoz ilə beta fruktoz alınır. 1 molundan 1 mol glukoz alınır. Onda belə çıxır ki, 90 qram glukoza 0,5 mol demək. 0,5 mol glukoz alınırsa, 0,5 molda saxaroza hidroliz uğrayıbdır. Sürətlərini hesablayın. V bərabərdir 0,5 mol, yəni saxarozaya görə. Bölünsün həcm, oraq, zaman. 10-da 5-i də 10-a böləndə eləyir 0,5. Cavabımız %5-dir. 12-ci suala baxırıq. 12-də deyir ki, qammanı, əvvəlcə qammanı hesablayaq. Sonra da deyir ki, 10-dan 30-a qədər artıqda sürət neçə dəfə artdığını hesablayın. Qammanı tapmaq üçün VT2 böl VT1, yəni 0,8 böl 0,2 bərabərdir qamma üstü T2 minus T1 bölək 10. Buradan 4 bərabərdir qamma üstü 1-ə, onda elə qamma bərabərdir 4-ə. Qammanı tapdıq. İndi nə soruşur bizdən? Deyir, temperatur 10-dan 30-a qədər artırdıqda sürət neçə dəfə artar? Əvvəlcə biz demək hesablayaq VT2 böl VT1. VT2 böl VT1 bərabərdir VT2 bölək demək 0,2. Çünki əvvəlki sürət 10-da 2-dir. O
Bu da bərabərdir. Demək, qamma üstü, daha doğrusu qammanı tapmışıq da 4. 4 üstü. İndi temperaturları nəzərə alacağıq. 30-dan 10-a, yəni 30 çıx 10 böl 10. Buradan hesablasaq VT2 bərabər olur 4 üstü 2 vuraq 10'da 2. Bu deyir 3,2. Demək, VT2 oldu 3,2. VT1'imiz də axı 10'da 2 idi. Yəni əvvəl 10'da 2 idi. 10'dan 30'a qədər artıranda oldu 3,2. Onda belə çıx ki, nə qədər artım olubdur? 3,2'ni 0,2'ye böləcəyik. 3,2 böl 0,2 o deyir 16 dəfə artma. Qammanı tapdıq 4. Bizə nəyi soruşur? Qammanı soruşur. 4. Bir də sürət necə artıb? 16. 13'e baxırıq. 13'də deyir ki, Z-in alınması ilə başlayan reaksiyada qrafik verilmişdir və cavab vərəqini tamamlayın. Cavabda nə dedi? Reaksiyanın təlini yazın, əmsallaşdırın. Reaksiyaya girənlər azalan xəttinə verilənlərdir, yəni x-la y-dir. Əmələ gələn də 0-dan başlayan da z-dir. Əmələ gələn 2 moldur. Yenə başlanğıc zərf tarazlıq kimi yazsaq, x-in y-in hər ikisinin başlanğıcı 7-dir. Sərf olunanı x-dan 1 mol sərf olunubdur. Onu həm də əmsal kimi yazırıq. Y-dən isə x indi 6 mol artıq qalıbdır. Tarazlığı 6'dır. Y-in tarazlığı 4'dür. Onda sərf olunan 3 olacaq. Əmsalda 3. Birinci cavabımız nədir? Yazın əmsallaşdırın. Bu bizim birinci cavabımız. Y-in sərf olunma surətinin Z-in əmələ gəlmə surəti olan nisbəti. Y-in sərf olunması 3'dür. Z-in əmələ gəlməsi 2'dir. 3 böl 2 eləyir 1,5. Bu da bizim ikinci cavabımız. X-in tarazlıq qatlığı o da burada görsənir. 6'dır. Bu da bizim üçüncü cavabımız. 6, 1,5. Bu da ki x plus 3y alınıb 2z. Keçirik 14-cü suala. Oksigenə görə sürət 10'da 2 olarsa, neçə qram hidrogen yandığı, neçə qram su alındığını hesablayın. Biz əvvəlcə bizə oksigenə görə sürət verdiyinə görə Newton-Weber delta tau düsturundan demək sərf olunan oksigen molunu tapacağıq. New oksigen bölünsün 10 saniyədə 2 litrlik qabda baş veribdir və bu bərabərdir 0,2'ye. Onda burada new oksigen bərabərdir 20'ni vururuq 10'da 2'ye, o deyir 4. Demək 4 mol oksigen sərf olunur. 4 mol oksigen sərf olunursa, onda 8 mol hidrogen sərf olunur və 8 mol da su əmələ gəlir. Neçə qram hidrogen yandığını? 8 mol hidrogen 16 qram deməkdir. Yəni cavab 16 qram. Neçə qram su alınıb? 8 mol su da 144 qram deməkdir. Yəni 144 qram daha su alınmışdır. 15-ci sual. Azot və hidrogen arasında reaksiya zamanı qrafik verilmişdir. Sərf olunan azotun mol sayını və N'in qiymətini hesablayın. Yine həmin təlini yazmalıyıq. Yəni amonyakın alınması reaksiyasını yazırıq. Başlanğıc, zərf və tarazlıq kimi. Başlanğıc həm azotda 40 qramdır, həm hidrogende. Özü göstərir burada. Və hidrogenin tarazlıq qatlığı N'dir. Elə bizdən bu N'i soruşur ki, N neçədir? Azotun tarazlıq qatlığı isə 26'dır. Onda biləcək ki 14 qram azot sərf olunur. 14 qram azotda 0,5 mol deməkdir. Deyir ki, sərf olunan azotun molunu biz bunu tapdıq. 14 qram birinci cavabımız. 0,5 mol azot. İkincisi nədir? N'ini tap. Əgər 0,5 mol azot sərf olunursa 3 dəfə çox da, yəni 1,5 mol hidrogen. Bu deyir 3 qram sərf olunur. 40 qram idi, bunlar qramdır. 3 qramı sərf olunur. Onda belə çıxır ki 40'dan da 3 çıxanda 37 eləyir də, artıq qalanda 37'dir. Yəni cavabımız 0,5 mol və 37 qram.
16'ya baxırıq. Deyir ki, 12 mol azotla x mol hidrojen arasında reaksiya baş verib. Azotla hidrojen reaksiyasını yazırıq. Əmsallaşdırırıq. Başlanğıc zərf tarazlıq. Başlanğıc 12 moldur. Demək, başlanğıc tarazlıq yaranan zaman azotun mol sayı 2 dəfə azalıbdır. Yəni tarazlıq qatlığı olub 6, onda sərf olunanı da 6-dır. Əgər azotun sərf olunanı 6-dırsa, onda hidrojen sərf olunanı ondan 3 dəfə çox, yəni 18 olacaq. Və 4 mol bir hidrojen qalıb. Onda bu artıq qalan hidrojendir. Onda hidrojen başlanğıcında 22 olduğunu taparıq. Neçə mol amonyak alınmışdır? Əgər 1-3 nisbətində girirsə, 6 və 18, yəni 6 mol bundan, elə bilin ki 6'ya vurubda 18 bundan, onda 12 molda amonyak alınacaq. Neçə mol amonyak alınır, onu hesablayın, 12 mol. Demək, birinci cavabımız X-i hesablayın. X nə idi? Hidrojen. X tapdıq 22, ikinci cavabımız 12. Nə qədər amonyak alınmışdır? İndi keçirik 17-ci suala. Nə deyir? Temperatur əmsalını və X-i hesablayın. Tau 1 bölü Tau 2 düsturu ilə işləyəcəyik. Səkkiz bölünsün 2 bərabər qamma üstü 2'yə. Buradan qamma bərabərdir 2'yə. Sonra yenə həmin düsturdan hesablasaq. X bölü 8 bərabərdir 2 üstü 3'ə. X də bərabər 64'ə. Demək, bunlar bizim cavablarımız oldu. Qamma oldu 2. Birinci də 2, ikinci də 64. 18'ə baxırıq. 18'ə deyir ki, təzə 2 dəfə artıranda düzünə və əksinə gedən reaksiya neçə dəfə artar? Təzə 2 dəfə artıranda düzünə gedən reaksiya 2 üstü 1 dəfə SO2'yə görə, daha da 2 üstü 2 dəfə SO2'yə görə, 2 üstü 1 dəfə də oksigenə görə artacaq. Yəni 8 dəfə artır. Əksinə gedən reaksiya isə artıq SO2 ilə işləyəcəyik və əksinə. O isə 2 üstü 2 dəfə artacaq. Bu da eləyir 4 dəfə artma. 19'a baxırıq. 19'da deyir ki, T1 anına kimi tarazlıqda olan sistemə hidrojen əlavə edilmişdir. Hidrojen əlavə edilirsə və yaxud da azot əlavə edilirsə, fərqi yoxdur. Bu zaman amonyakın qatlığı artacaq. Bunu çəkək, amonyak qrafikini çəkək. Əvvəlcə T1 anında tarazlıqdaydı deyək ki, amonyak nə qədər idisə, o qədər var idi. Amonyak müəyyən qədər var idi. Sonra T2 anında ki, necə ki buna hidrojen əlavə olundu və yaxud da yəni azot əlavə olundu, bu zaman amonyak əmələ gələcək. Nə qədər əlavə olursa o qədər. Sonra yenə tarazlıq yaranacaq. Bu amonyaka görə qrafik olacaq. Sonra deyir ki, azot və amonyakın miqdarının dəyişmə qrafikini çək. Biz amonyakınkini çəkdik, azota baxaq. Biz bilirik ki, əgər başlanğıc maddələrdən birini əlavə ediriksə, o birisi ona nəzərən azalmış olur. Yəni, indi biz hidrojenin də qrafikini çəksək, baxaq yenə, Tau 1 anında hidrojen tarazlıqdadır. Yəni, nə qədər varsa o qədərdir. Hidrojen. Sonra, azotu əlavə edəndə, daha doğrusu, azot əlavə edirdi. Bir dəqiqə, hidrojen əlavə edir. Biz azotunkini çəkirik burada. Hidrojen əlavə edir və yaxud da tərsinə fərqi yoxdur. Yəni, azot əlavə edəndə hidrojenki azalır, hidrojen əlavə edəndə azotunki azalır. Hidrojen əlavə edilmişdir. Demək, azotun miqdarı başlayır azalan xətlə. Tau 2 anında. Sonra yenə sabit olaraq qalır. Bu da oldu azotun qrafiki. İndi 20-ci suala baxırıq. 20'də nə deyir bizə? Sistemində 5 litr qapalı qabda reaksiyasında oksigen kütləsinin dəyişməsi verilmişdir. Reaksiyanın oksigenə görə sürətini. Bəli, biz burada tapacağıq oksigenə görə sürət. Çünki sərf olunan oksigendir. 11'dən 3'ə gəlib, yəni 8 qram sərf olunub. 8 qram oksigen də 0,25 moldur. Çünki 1 mol 32'dir. Nü bölək, yəni 0,25 bölək. 0,5 vuraq 50 və vur T. T də burada verilmişdir. Bunu da hesablasaq
Bu eləyəcək %1. Yəni oksigenə görə sürət %1'dir. Nə soruşur bizdən? Hidrogenə görə sürəti də soruşur. O da onun 2 dəfə çoxdur. Demək, birinci olur %1, ikinci olur %2. İndi 21'ə baxırıq. Propanın yanma reaksiyası verilmiş. Yazmalıyıq. CO2 və su. Belə bir tənlik verilmişdir. Deyir, oksigenə görə sürət 1,5'dir. Aha, oksigenin əmsalı 5'dir. Əmsalı 5 olan görə sürət 1,5'dirsə, propana görə sürət 5 dəfə azdır. Yəni 1,5'i 5'ə bölürük, eləyir 0,3. Birinci cavabımız 10,3. Karbon qazına görə sürət isə, əgər propana görə 10,3 isə, bu da 3 dəfə çox, 10,9'dur. Cavab 10,3 və 10,9. Oksigenə görə də 1,5 tapdıq. 22'yə baxırıq. 22'də nə deyir? Deyir ki, tarazlıq halında bütün maddələrin molekul sayı eynidir. Aha, bizim bildiyimiz bircə dənə ipucu var ki, bunların tarazlıq qatlığı eynidir. Əvvəlcə reaksiyanın tənliyini yazaq. 2CO, oksigen alınır 2CO2. Başlanğıc zərf tarazlıq. Demək, ancaq tarazlıq qatlıqları eynidir. Tarazlıq qatlığı eynidirsə və reaksiyanın sürət tarazlıq sabiti 2,5'dirsə, K tarazlıq bərabərdir CO2'nin kvadratı yüksəldəcəyik. Yəni X-in kvadratı, CO-nu da yenə kvadrata yüksəldəcəyik. Əgər X qədər CO2 sərf alınırsa, onda 0,5X qədər oksigen sərf olunacaq və X qədər də CO sərf olunmuş olacaq. Demək, sərf olunan X-dir. Onda 5X-dir. Onda başlanğıcı 2CO-dur. 1,5X da oksigendir. Bu da bərabərdir. Demək, K tarazlıq bərabərdir. Aha, neçəyə? Tarazlıq sabitini bizə veribdir 2,5. Buradan hesablayıb X-i tapırıq. X eləyir 4. Daha doğrusu 0,4. X 0,4 tapılır. Nə soruşur bizdən? Oksigenin və CO-nun başlanğıc qatlığını. Oksigenin başlanğıc qatlığı 1,5X-dir. 1,5 vuraq 0,4. Bu olur oksigenin ilk qatlığı. Demək, bu da eləyir 0,6. Bir də CO-nun başlanğıc qatlığı. CO-nun başlanğıc qatlığı da 2X qədərdir. Yəni 2 vuraq 0,4. Bu da CO-nun ilk qatlığıdır. Bu da eləyir 0,8. Cavablarımız bu ikisidir. 0,6 və 0,8. 23'ə baxırıq. Metanın tam yanma reaksiyasının baş verdiyi qabın həcmi 4 dəfə azalanda sürət necə dəyişər? Biz bilirik ki, demək, qabın həcmi azalanda təzyiq artır. Təzyiq artanda da qatılıq artır. Amma əmsalları nəzərə almaqla artır. Və qatılıqla da ki, bilirik ki, sürət düz mütənasibdir. Məsələn, biz əvvəlcə metanın yanma reaksiyasını yazaq. Deyir ki, həcm 4 dəfə azaldı. Aha, onda sürət 4 dəfə artdı. Əmsallar nəzərə almaqla. Yəni, metana görə 4/1, oksigenə görə 4/2. Bu da eləyir 4/3 dəfə. 4/3 də eləyir 64. Demək, 64 dəfə artdı. Sonra deyir ki, temperatur necə dəyişməliyik ki, sürət dəyişməsin. Yəni, 64 olaraq da qalsın. 64 bərabərdir. Qammanı neçə verib? Bizə 2 üstündə delta T böl 10. 2 üstü 6 64 eləyir. Yəni delta T bərabər olmalıdır 60-a. 60-a 10-a böləndə 6 eləsin. Demək, temperaturu da ne deməliyik? 60 selsi azaltmalıyıq. İndi 24'ə baxırıq. %24'də deyir ki,
reaksiyasının tarazlıq sabiti sistem 125'e bərabərdir. Qapalı qabda reaksiyasının 4 mol H4 götürülmüşdür. Neçə faizi parçalanda tarazlıq yaranır və tarazlıq halında qabda neçə qram maddə olar? Əvvəlcə reaksiya tənliyini yazaq. Deməli, başlanğıc sərf tarazlığı yazsaq, bizə deyir ki, 4 mol H4 götürülübdür. Aha. Demək, başlanğıc 4 moldur. 2x qədər sərf olunanda x qədər hidrogen, x qədər yod alınır. Yəni, tarazlıq qatlığı hidrogen və yodun x-dir, H-yodunki 2x-dir. Onda sərf olunanda olacaq 4 minus 2x. Sonra bizə deyir ki, tarazlıq qatlığı 125'dir. Tarazlıq sabiti daha doğrusu. 0,25 bərabərdir. Hidrogenin və yodun tarazlıq qatlığın üzərinə 1. Amma H-yodun isə demək burada 2x qədər sərf olunan 4 minus 2x tarazlıqdır. 4 minus 2x'in kvadratı. Bunu hesablayırıq. Bunu yazsaq 10^5'in kvadratı, x'in kvadratı, 4 minus 2x'in kvadratı. Hər tərəfdən kvadratları atsaq 10^5 bərabərdir. X böl 4 minus 2x'ə. Buradan da demək x bərabərdir 1'ə. X'in 1 olduğunu tapdıq. Nə soruşur bizdən? Neçə faizin parçalandığı? Parçalanan sərf olunan, yəni 2x qədərdir. 4 mol var idi, bu 100%'dir. 2x, x də 1'dirsə, 2 mol da x faizdir. Bu dedir 50%. Demək, birinci cavabımız 50. Sonra deyir, nə qədər maddə olar? 1 mol hidrogen, 1 mol yod əmələ gəlib. Yəni, tarazlıq qatlığını soruşur bizdən. 1 mol hidrogenlə x-in qiyməti 1'dir də. 1 mol yod əmələ gəlib, 2 mol H-yod da artıq qalıb. Demək, 2 mol H-yod, H-yodun özü 128'dir. 2'yə vururuq. Yəni, 2 vur 128. Bu da 2 qram, bu da 254 qram. Bunların da cəmi eləyir 512. Demək, cavabımız 50% və 512 qram. İndi 25-ci suala baxırıq. 25'də deyir ki, sürət sistem %2'dir. 30 saniyə ərzində A maddəsinin qatlığı 25% azalarsa. Demək, A plus B alındı C. Başlanğıcını biz bilmirik. Başlanğıc sərf tarazlıq tutaq ki, başlanğıcı hər hansı bir x-dir. Sərf olunan 25%'dir. Yəni 0,25x. Onda artıq qalanda %75x olacaq. Bu zaman nə qədər A sərf olunursa, o qədər də C əmələ gəlir. Sərf olunan %25x olduğuna görə C-nin də tarazlıq qatlığı ilə %25x olacaq. Başlanğıc qatlığını və neçə mol C alındığını hesablayın. İndi sürəti verib bizə. Demək, V-ni verib %2. 0,2 bərabərdir. Biz A maddəsinə görə hesablayacağıq. Çünki onun sərf olunanını bilirik. 125x-dir. Bölək həcmi 1'dir və 30 saniyə ərzində. Bunu hesablasaq, buradan x bərabər olacaqdır 2,4'ə. İndi deyir ki, A-nın başlanğıc qatlığını. Başlanğıc qatlığı ilə x-dir. Yəni, birinci cavabımız oldu 2,4. Birinci 2,4. C nə qədər, neçə mol alınmışdır? 125x qədər alınmışdır. Yəni, C tarazlıq bərabərdir 0,25. Vuraq 2,4. X-in qiymətini tapmışıq axı. 2,4 tapmışıq. Bu da eləyəcək 0,6. Yəni, ikinci cavabımız 0,6'dır. Nəhayət 26-cı suala baxaq. 26'da nə deyir? Deyir ki, düzünə gedən reaksiya sürətinin reaksiyanın sürət sabitinə bərabər olduğu anda. Biz bu reaksiya üçün reaksiyanın sürətlərini yazaq və düzünə bərabərdir. K düzünə vuraq. Demək, SO2'nin qatlığı kvadrata yüksəltməklə oksigenin qatlığı üstü 1. Reaksiyanın sürətləri budur. Və deyir, düzünə gedən reaksiyanın sürəti elə K düzünəyə bərabərdir. Sürət sabitinə bərabərdir. Oksigenin qatlığı SO2'dən 8 dəfə çoxdur.
Əgər V düzünə bərabər və K düzünədirsə, onda bunların hasili 1 deməkdir. Və yaxud da 1 bərabərdir. Yaza bilərik ki, sadəcə qatılıqları, yəni SO2-ni X ilə işarə edirəm. Kvata yüksəldirəm. Oksigen isə ondan 8 dəfə çoxdur. 8X-ə bərabərdir. Yəni 1 bərabər 8X-in kubu. Bunun hər birini kuba yüksəltsəm, 2-nin kubu və X-in kubu. Sonra da kubları ixtisar etsəm, buradan 1 bərabər 2X-a, X də bərabər stamanda 5-ə. Stamanda 5 tapdıq. Biz bunu nə soruşur bizdən? SO2-ni və oksigenin tarazlıq qatlığını. Biz birinə X demişdik, birinə 8X demişdik. SO2-yə X demişdik, oksigenə 8X demişdik, 8 dəfə çox. X-in qiymətini də bilirik də, onda 5-dir. Demək, SO2-nin olur onda 5, oksigeninki isə 8 vur onda 5. Yəni 4. Biri oldu stamanda 5, digəri oldu 4. Cavabımız da bunlar idi. Əgər bəyəndinizsə, bəyənməyi unutmayın. Kanala abunə olmağı da olsanız çox sevinərəm. Sağ olun.